Verilişin baş sponsoru Hacı Seylon Çayları. Bəli, biz əziz gözləyənlər, əziz izləyənlər, hər birinizi Xəzərin sahilindən salamlayırıq. Xəzərin sahili bugün də cilvələnir, çünki Xəzər öz qoynunu xanıma açıb və bugün Xəzərin sahilində gözəl bir xanım, istedadlı bir xanım qonaqdır və bugün Xəzərin sahilində olacaq xanım müasir Azərbaycan cəmiyyətinin xanımlar adından döyünən nəbzidir, düşünən beynidir və biz hər zaman gənclik ruhuna, müasir düşüncəyə hər zaman açıq olaraq bugün də bu dəyərli xanımın fikirlərinə qonaq oluruq. Qonağımız Zümrüd xanım Rüstəmovadır. Zümrüd xanım uzun illərdir media sahəsində müxtəlif sahələrdə özünü sınamış və müxtəlif sahələrdə uğur qazanmış çox istedadlı bir xanımdır. Zümrüd xanım, öncə sizi bura dəvət etməkdə və sizi burada görməkdə məmnunluğumuzu ifadə edirik. Siz bura xoş gəlmişsiniz. Çox sağ olun Fəxriyə xanım, təşəkkür edirəm. Bizim yolumuz mediadan başlayıb və doğmalığımız da mediadan başlayıb. Mənim haqqımda dediyiniz sözlərə görə həyəcanlandım açığı. Çox həyəcanlı insan deyiləm, amma o qədər vəsf eləyirsiniz ki, insan üzərinə bir missiya yükləyir, bir məsuliyyət götürür. Ona görə də düşünürəm ki, o inamınızı bugün doğrulda biləcəm. Əslində bütün bunların hər biri gəlişi gözəl sözlər deyil. Çünki illərin tanışlığı və o gedişatların şahidliyi bu fikirləri deməyə imkan verir. Və Zümrüd xanım, nə gözəl ki, biz bugün burada, bax, bu məqamda bir-birimizlə həmsöhbətik. Çünki bəlli bir yol gəldik, bəlli bir media sahəsində bəlli bir işlər gördük və bütün bunların fonunda bugün deyə bilirik ki, Azərbaycan mediasında, Azərbaycan jurnalistika sahəsində hər hansı bir məqamda, hər hansı bir hadisədə kiçicik də olsa bizim bir xidmətimiz var deyirik. Milli mənəvi dəyərlərin qorunması, insan seçimləri və insan seçimlərinin cəmiyyətə təqdimatı, bax, bütün bunların hər biri bizim çiynimizə düşən bir missiyadır və biz bir missiyanı hər zaman çalışmışıq ki, layiqincə həyata keçirək. Bax, bundan sonra da bu missiyanın bir Tanrı tərəfindən bizə verildiyinin dərkindəyik və ona görə bugün sizin fikirləriniz mənə və tamaşaçılarımıza çox maraqlıdır. Çünki əziz tamaşaçılarımız, biz istənilən verilişi tam olaraq izləyə bilirik, dinləyə bilirik. Amma bizim kadr arxasında əziyyət çəkən yüzlərlə, onlarla bizim həmkarlarımız var ki, onlar bizim düşünən beynimiz olur, onlar bizim ruhumuz olur, hətta bizim enerjimiz, əhval-ruhiyyəmiz olurlar. Zümrüd xanım da məhz belələrindəndir və hər zaman mən deyirəm, təkcə üzdə olanlar deyil, əməyi keçən, istənilən insan öz haqqını və öz qiymətini almalıdır və bu mütləqdir. Bizim də bax, yeri gəlmişkən kadr arxasında olan bax, bu dostlarımızın hər birini salamlayırıq və hər birinə təşəkkürümüzü bildiririk. Əziz uşaqlar, siz olmasanız və hər zaman biz sinkretik sənətdir, olmasanız biz burada var ola bilmərik. Zümrüd xanım, bax, bu mənada sizə də bir təşəkkür düşür. Mən təşəkkür edirəm qiymətləndirdiyiniz üçün və indi elə dövrdə yaşayırıq ki, artıq insanlar nə xoş ki, hər kəsin yerini bilir. Çünki müasir media bizə bu imkanları verir ki, indi artıq dilə gətirdiniz səhnə arxasında olanları, efir arxasında olanları. Bax, eləcə biz də nə vaxt istəsək, hər hansı bir insan istəsə öz işini, öz gördüklərini, görmək istədiklərini nümayiş etdirə bilir. Bu da mənə elə gəlir ki, müasir dövrün biz insanlara verdiyi ən xoş töhfədir. Çünki sən evində oturub, bişirdiyin yeməklə, toxuduğun bir əsərlə, çəkdiyin bir rəsmlə özünün işini, qabiliyyətini göstərə bilirsən. Hansı ki, cəmi 20-30 il bundan öncə bunun üçün televiziya kanallarına müraciət lazım idi, kiminsə səni görməyi, işıqlandırmağı lazım idi. İndi isə bizim buna ehtiyacımız əvvəlki qədər yoxdur. Sözsüz ki, televiziya, radio öz əhəmiyyətini bütün dövrlərdə qoruyub saxlayacaq. Mən hansısa bir nüansın aradan itməsi fikrinə inananlardan deyiləm, amma özünü göstərmək üçün səbəblərdən biridir artıq televiziya və radio. Çünki başqa yollar, başqa yerlərdə var. Biz elə bir platforma ilə çıxış edirik ki, biz dövrün müxtəlif hadisələrinin gedişatında kütləvi informasiya vasitələri bir cərəyana silah olub.
ciddi bir təbliğat makinası olub və bizim deyəcəyimiz, biz deyəndə böyük kütləvi informasiya vasitələri nəzərdə tutaraq deyirəm ki, bizim deyəcəyimiz hər hansı bir söz missiya xarakteri daşıyıb. Bu mənada biz də onun məsuliyyətinin dərkindəyik və hesab edirik ki, bundan sonra da bu missiya davamlı şəkildə uğurla ötürüləcək gələcək nəslə. Zümrüd xanım, biz indi Xəzərin sahilindəyik və ənənəvi suallarımızdan ən biri və birincisini verəcəm. Siz öncə bir Xəzərin sahilini gəzdiniz, baxdınız, Xəzərlə tanış oldunuz. Nə qəribə səslənsə də bu mistik bir enerjidir ki, biz burada onun da adından danışırıq və insan bioloji varlıqdır. İnsan nə üçün gəldiyinin fərqində olanda artıq kamilləşir və biz hər birimiz təbiətə bənzəyirik. Küləkli Bakıda yaşayırıq. Bəzən Bakı əhlinin özü də bir ruh adamı olur, bir əhvalı gedir, bir əhvalı gəlir. Sanki bu küləklər kimi coşqun olur, çılğın olur. Və dənizlə insanın vəhdəti. Hər şəhərdə dəniz olmur və dəniz adamı tam fərqli olur. Bu mənada hesab edirəm ki, Zümrüd Xəzərçidir. Zümrüd bir dənizçidir. Bəli. Belə də deyə bilərik. Bugün necə özünü hiss eləyir Xəzərin qoynunda? Xəzərə olan münasibətimi mənim ən yaxşı siz bilirsiniz. Çünki Xəzər dənizi mənim həm də evimin içindədir. Mənim qızımın adı Dəniz, oğlumun adı da Xəzərdir. Xəzərə bağlılığı bundan gözəl necə ifadə edə bilər bir qadın. Amma dənizin düşüncəsi mənim üçün Hemingway ilə eynidir. Mən düşünürəm ki, dəniz həyatın başqa adıdır. Necə ki, biz quruda torpaq, təbiət bizə nə verirsə, dəniz də öz içində olan övladlarına onu verir. Dəniz həm sərtdir, həm mərhəmətlidir, həm sınayır və eyni zamanda mənə elə gəlir ki, o sınaqdan çıxanları gücləndirir. Əbəs deyil ki, biz hamımız dənizin evdə düşünürük ki, indi gedəcəm, dənizin qırağında bütün sözlərimi deyəcəm. Amma hamı bir an düşünsün, dənizin qırağına gedəndə nə edirik biz? Hamı susuruq. Çünki bizim deməyə sözümüz heç kimə deyil, özümüzədir. Çünki oradakı artıq başlayır danışmağa. Biz özümüzlə danışmaq üçün ən gözəl yer mənə elə gəlir ki, dənizdir. Mən dənizə baxanda sözün açığı qorxularımı da görürəm, peşmanlıqlarımı da, təəssüflərimi də görürəm. Arada bir hamının günahı var, mənə elə gəlir ki, günahlarımı da görürəm. O dalğa, irəli atılan dalğa mənim o üsyanıma çevrilir. Geri çəkiləndə də artıq deyirəm ki, aha, demək ki, dəniz də mənim kimidir. Bəzən təslim olmağa da ehtiyac var. Dəniz mənə çox şey deyir. Dəniz haqqında oxuduğum əsərlər heç mənə o qədər söz demir ki, mən dənizlə göz-gözə gələndə o mənə daha çox şey deyə bilir. Həm də dəniz öz görüntüsü ilə, dəniz öz varlığı ilə bizə çox şeyləri ehtiva edir. Biz dənizə baxanda təkcə dənizə baxdım, onun ətri, rahiyəsi mənim ruhumu oxşadı və mən bu dənizdə özümü yaxşı hiss etdim deyil. Dənizin özünün alt qatında hər zaman ən dəyərli mücəvhərlər olur, ən dəyərli nemətlər olur. Üst qatında isə yüngül çör-çöplər olur. Yəni bu bizə həm də onu anladır ki, ən dəyərli və ən qiymətli nəsnələr hər zaman dərinliklərdədir. Və üzdə olanlar isə zaten dalğası ilə onu sahilə çırpır, təmizləyir və yox edir. Biz insanlar da beləyik. Beləyik. Və biz insanlar da kamilləşməyimiz, formalaşmağımız üçün hər zaman o dərinliklərə varmağımızın bir ehtiyacını duyuruq. Amma qarşı tərəfdən bunu lazımınca ala bilirikmi? Bax, bu özü böyük bir sualdır ki, biz nə dərəcədə öz ruhumuzun dərinliklərinə, ənginliklərinə baş vura bilirik? Zümrüd xanım, kamil insan necə insandır? Kimdir kamil insan? Ümumiyyətlə, Fəxriyə xanım, siz bu mövzuda daha dərin düşünənsiz, tanıdığıma görə belə əmin deyə bilirəm. Mən həyatın o dərinliyinə getməkdən həmişə qorxan tərəfəm. Həyatı o qədər ciddi düşünsəm mənə çətin olar. Amma elə üz nahiyə də bəs edir ki, məni qorxutsun. Kamil insan özünü tanıyan insandır. Mənim üçün bunun başqa adı yoxdur. Öz yolunu bilən insandır, başqası ilə yarışmayan insandır. Belə deyim ki, öz dəsti xəttini
tapmış insandır. Bu bütün sahələrdə belədir. Və mənə elə gəlir ki, bu dünyada insan o vaxt kamilləşir ki, kim olduğunu axtarmır. Kim olmadığının, kim olmaq istəmədiyinin fərqindədir. Məsələn, mən bu mövzuda 40 yaşım var, bilirsiniz. Mənə elə gəlir ki, 40 yaşımda mənim ən böyük uğurum kim olmaq istəmədiyimi dəqiq bilməyimdir və illərdir ki, bunun fərqindəyəm ki, mən kim olmaq istəmirəm, amma kim olmaq istəyirəm? Bu sual məni həmişə qorxudar, yorar və mənə elə gəlir ki, insanlığın bugün ən böyük bəlası kimlərəsə bənzəmək çabasıdır. Bu yorğunluğun, bu aqressiyanın, gülümsəməməyin, gözlərdə olan o sönüklüyün səbəbi başqalarına oxşamaq hissidir. Məsələn, mən 20 illik yol gəlmişəm media sahəsində, bilirsiniz ki, illərlə müxtəlif sahələrində olmuşam. Mənimlə çiyin-çiyinə çalışan o qədər möhtəşəm insanlar olub və bundan sonra da inşallah ki, olacaq. Onlarla yarış halına keçsəm, görün nə qədər məğlub olardım, nə qədər xoşbəxtlikdən uzaq qaçardım. Sizə elə gəlmirmi ki, onlarla yarış halına deyil də, onlarla paralel gedə biləcək bir yolunuz ola bilər. Yəni sizin də onlar qədər hərəsinin öz dəstəxətti olduğu kimi, sizin də yetərincə kifayət qədər imkanınız və potensialınız var ki, onlarla paralel şəkildə yol gedə biləsən. Ümumiyyətlə münasibətlərdə bax, münasibətlərdə uğurun açarı nədir? Qarşı-qarşıya durmaq, yanaşı durmaq, arxasından durmaq. Uğurun açarı sadəcə olaraq özünlə addımlamaqdır. Heç kimin qarşısında durmamaq, heç kimin yanında getməmək və arxasında olmamaq. Özün öz addımının hansı miqyasda sənə xoşbəxtlik gətirəcəyini bilməkdir. Mən bilirsiniz ki, podkastım var YouTube-da, Zümrüdlə addım-addım adlanır və o addım-addım adını qoyanda hamı mənə dedi ki, sən yaşına görə xeyli uğur qazanmısan, nailiyyətin var, niyə addım-addım? Amma mənim bütün uğurlarımın, mən öz subyektiv fikirlərimi deyirəm, nə psixoloq deyiləm, nə də belə bir ictimai xadim deyiləm ki, sözüm qanun olsun. Mən öz yaşantımdan danışıram bu dəqiqə Fəxriyə xanım. Mənə elə gəlir ki, mənim bütün uğurlarımın səbəbi, açarı addımlaya bilməkdir. Addımımın ölçüsünü düzgün təyin etməkdir. Mən heç vaxt çata bilməyəcəyim bir reallığın arxasınca qaçmamışam. Və mənə elə gəlir ki, insan sadəcə ailəsinin içindəkilərin yanında, arxasında və yaxud da ki, üz-üzə dura bilər. Əgər insan başqa birinin, yəni ailə üzvü deyilsə, onun həyat yoldaşı, qardaşı, evladı deyilsə, onunla yarış halına keçəndə artıq məğlub olur. Bəlkə də o uğur qazanacaq, bəlkə də o pul qazanacaq, amma yorulacaq. Amma Zümrüd xanım, bilirsiniz, bax, çox insanlar var ki, eynən belə düşünür və elə onlardan çıxarış edərək ümumiləşdirilmiş şəkildə bu sualı ünvanlamaq istəyirəm ki, bir insan özünə hansı formada limit qoymalıdır? Yəni, mən bura çata biləcəmmi, çata bilməyəcəyim, ola biləcəkmi, ola bilməyəcəyim? Çünki var elə bir, xüsusən də xanımlar ki, o deyir, mən hətta belə bir ifadə işlədilər, o mən girən kol deyil, bu mənlik deyil. Amma bir insan faktoru və bir insan potensialı bütün elmi araşdırmalarda öz əksini göstərir ki, insanın bacarmadığı bir şey yoxdur. Yetər ki, onun hədəfi o olsun. Bilirsiniz, biz o A nöqtəsindən B nöqtəsinə gedəcəyimiz trayektoriyada öz dəstəxəttimizi seçə biləcəyiksə və hədəfimiz bəlli olacaqsa, biz o yola gedə biləcəyik. Yəni, biz özümüzü hər hansı bir çərçivə daxilində çata biləcəm, alınmayacaq, bu mənlik deyil, bu deyiləm, mən burada deyiləm diskriminasiyası insanın o getdiyi hədəfə doğru orada maneələr törədir. Bəli, bu da var. Amma şərt odur ki, sən yorulmayasan. Şərt odur ki, sən uğura çatıb, orada baxasan ki, o səhv etmirəmsə Martin Eden əsərindədir. Bütün uğura qazanandan sonra baxır ki, onun arzuladığı xoşbəxtlik bu zirvə deyildi. Sən bilmirsən axı ki, sənin o hədəfə qoyduğun və bütün ömrünü yorduğun, qaçışa keçdiyin, marafona çevirdiyin həyatında o çatdığın şey səni nə qədər xoşbəxt edəcək. O qəhrəman böyük ehtimal ki, çox perfeksionizmdən əziyyət çəkirmiş. Çünki o çatdığı hədəfin növbəti mərhələsinə doğru can atırmış.
Zümrüd xanım işarə edirlər ki, bizim artıq reklamlarımızın zamanıdır. Bizim tərəfdaşımız var və mən ümid edirəm, bax, bu içdiyiniz çayın dadını bəyənəcəksiniz. Mən sizin sayənizdə o çaydan içmişəm və çox bəyənirəm, açığı. Mən rica eləyirəm ki, bax, bu çayın dadına baxasınız. Çünki biz burada nəinki ruhun ehtivasını yaşayırıq, eyni zamanda biz ağız dadımızı da burada belə şərəfləndiririk və qısa bir aramız var. Reklamlardan sonra buradayıq və bizim içdiyimiz çay Hacı Seylon çaylarıdır və bu çaylar bizim tərəfdaşımızdır. Qısa aradan sonra görüşəcəyik. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Biz Hacı Seylon çaylarının tərəfdaşlığı ilə sizinləyik və Xəzərin sahilində bugün bir qadın ruhunun qonağıyıq. Qadın bizim qonağımızdır və Xəzər bugün cilvələnir, çünki təbəssüm dolu, enerji dolu, gözəl bir həmkarımız bizimlədir və Azərbaycan media sahəsində müxtəlif layihələrdə hər zaman əməyi olan və kadr arxası, onun əziyyəti, onun zəhməti hər zaman öndə olanda, onun zəhmətin sayəsində öndə olanlar bunu ehtiva edə bilir. Zümrüd xanım Rüstəmova bugün bizə öz düşüncələrini, öz fikirlərini, öz enerjisini hədiyyə edir. Zümrüd xanım. Ümid edirəm ki, bu hədiyyə sizi izləyənlərin xoşuna gəlir. Çünki indi dinləmək ən böyük mərifətdir. Dinləmək çox böyük bir qabiliyyətdir. Nə var ki, danışmağa? Düzdür, hər danışılan söz də önəm kəsb etməyə bilir, amma dinləmək dünyada bir insanın bacara bildiyi ən gözəl nüansdır. Yeri gəlmişkən Zümrüd xanım, baxın, uzun illər radio fəaliyyətiniz var və radio mənim də ömrümün, fəaliyyətimin böyük əksəriyyəti, hətta deyərdim artıq yarısı. Bəli. Yarısı radioda keçib. Radio bizə imkan verir ki, biz insanı səsi ilə tanıyaq. Radio bizə imkan verir ki, biz fikirlərimizi sözlə ifadə edə bilək. Televiziyanın parametrləri tam fərqlidir. Və baxın, dünyada neçə milyard insan var, o qədər həqiqət var. Və biz səsimizlə öz ruhumuzu dinləndirə bilirik. Çünki səsimiz bizim ruhumuzun vizit kartıdır. İnsan var, səsi yorğundur və biz bilirik ki, o insan yorğundur. İnsan var ki, yaşı çoxdur, amma səsi çox gözəldir və biz bilirik ki, onun iç səsidir bu, gözəldir. Və bu münasibətlə də öz təsirini göstərir. Bir də həyatda dinləmək və qulaq asmaq. Bəli. Dinləmək və qulaq asmaq. İnsanı tanımaq üçün dinləməkdən başlamaq lazımdır, yoxsa qulaq asmaqdan? İnsanı tanımaq üçün ona baxmaq lazımdır öncə, görmək lazımdır. Radiodan çıxarış edərək hesab edirik ki, biz onu ancaq metaforik baxa bilərik. Fəxriyə xanım, insana fiziki baxmaq demək deyil ki, onu görmək. Bizə neçə-neçə insanlar baxırlar, amma heç vaxt bizi görməyiblər. Biz də nə qədər insanlara bəlkə baxmışıq, amma heç onları görmək istəməmişik. Bəzən bir səs bizə imkan verir ki, həmin insanı görək. Həmin insanın mənəviyyatını özümüzə doğma hiss edək. Radiodan danışmışkən icazə verin bir neçə dəqiqəni ayırım. Çünki radio mənim ömrümün tam yarısının keçdiyi məkandır. Mən radioda o qədər sahələrdə çalışmışam, bilirsiniz. Həm aparıcı kimi, redaktor kimi, prodüser kimi. Radio mənim həm də şansımdır. Çünki siz daxil olmaqla mən radioda dünyanın ən yaxşı insanları ilə çalışmaq mənə nəsib olub. Onlarla üzləşmişəm. Mənim sözlərinə çox güvəndiyim iki qardaşım var. Biri həmişə məni ata missiyasını üzərinə götürür və mənə Turab həmişə deyir ki, özünü insanlardan qoru, heç kimə güvənmə, çox ehtiyatlı ol, hamı ilə çox səmimi söhbətə keçirsən, nəyin var həmin dəqiqə açır tökürsən. Digər qardaşım Ceyhun isə deyir ki, narahat olma, Allah onu görür və ona görə də onun qabağına ancaq yaxşı insanlar çıxardır və o insanları mən də tanıyıram deyə bilirəm ki, bacıma onlardan ziyan gəlməyəcək. Bu sözləri nəyə görə danışdım? Radio mənim qarşıma
dünyanın ən yaxşı insanlarını çıxardıb ki, biri də sizsiniz. Radioda mən qismət olub ki, ölkəmizin müasir dünyanın, müasir Azərbaycan ədəbiyyatının ən görkəmli dramaturqlarından biri İmir Məmmədli ilə tanış olmuşam. O mənim ədəbi düşüncələrimə xeyli təsir edib. Sonra mənə nəsib olub radioda müasir radionu heç nəyə uduzmağa qoymayan DJ Fatih ilə işləyirəm hal-hazırda. Yəni belə insanları qabağıma çıxardıb, sizi, Qorxmazı, adlarını unutduqlarımdan üzr istəyirəm ki, radio mənim şansımdır və mən insanlar tərəfindən bəxti gətirən biriyəm. Heç qabağıma mənə ziyan vuran adam çıxmayıb. Yəni mən bunu deyəndə bəzən deyirlər ki, ola bilməz, heç mi sənin dostlarının içində xəyanətkarı yoxdur, ziyan verəni yoxdur. Mənim dostlarımı siz də tanıyırsınız, heç yoxdur. Baxın, bu çox həssas məqamdır. Bəli. Sən qarşında mənzərə var. Çox sadə, çox primitiv, çox hamının tez-tez işlətdiyi bir ifadədir. Stəkan yarıya qədər boşdur və stəkan yarıya qədər doludur. Biz eyni mənzərəni görürük, amma o eyni mənzərədə bizə lazım olan tərəfi biz özümüz üçün əxs eləyiriksə, biz o gördüyümüzə inanırıq. Ümumiyyətlə bu həyatda hər şey var və sən orada nəyi görmək istəyirsənsə, onun içindən seçirsən, onu görürsən. Və seçib onu gördüyün halda onu öz enerjindən mənimsəyirsən özün üçün. Bax, sizin timsalınızda insanlar var, bəli. Onlar yalnız adamda və yaxud həyatda həmişə yaxşını görməyə çalışırlar. Və onlar yaxşını da görürlər. Bəzən bu da bir mənalı qarşılanmır ki, necə ola bilər, hamı yaxşı olsun, mümkün deyil. Bunun bir başqa tərəfi də var. Var əlbəttə. Hamının başqa tərəfi və yaxşı və pis tərəfi var. Amma bizim görmək istədiyimiz hansı məqamdır? Bu da daha sonra bizim gedəcəyimiz yolda bütün qapıları açır. Keçmişə minnətdarlıq, gələcəyə ümid, bugünün varlığını hiss etmək və bugünün varlığını mənimsəmək. Bax, uğurlu insanın missiyası, uğurlu insanın devizi deyərdim ki, devizi elə məhz budur ki, biz yaxşını görməyə çalışmalıyıq. Bəzən bu gəlişi gözəl sözlər kimi səslənir ki, necə mümkündür falan. Amma inanın ki, həyat doğrudan da belədir və bu mənada mən Ceyhuna haqq qazandırıram. Bəli, Fəxriyə xanım, belə bir cümlə də var. Məşhurlardan biri deyib, indi ola bilər ki, adını unutdum. Deyir ki, əgər hamı səni sevirsə, demək ki, sənin öz yolun yoxdur, özünün fikrin yoxdur, hamıya ayaq uydurmağa çalışırsan. Mən heç vaxt demirəm ki, hamı məni sevir. Mən həmişə deyirəm ki, mən hamıdakı yaxşını sevirəm. Mütləq ki, hamıda bir yaxşı var. Yəni, hamının məni sevgisindən heç kimin, ümumiyyətlə, ən doğmamın belə sevgisindən mən əmin deyiləm. İnsanlara inandığım qədər həmişə bir şübhəçi tərəfim də var, məni tanıyırsınız. Çünki insanlara çox böyük missiyalar yükləmirəm heç vaxt. Hamıdan hər şeyi gözləyirəm, elə özümdən də. Ona görə də mən öz sevgimi həmişə ölçə bilərəm. Mənim sevgimdə, mənim qəlbimdə hamının yaxşısına yeri var. Elə bax, burada yeri gəlmişkən bir haşiyə çıxacağam. Bunu da çox zaman istifadə edirəm və hesab edirəm ki, bu daha doğru frazadır. Mən də hardansa oxumuşam. Bir müdrikdən soruşurlar ki, sevmək öncə gəlir, yoxsa sevilmək? Adam heç düşünmədən deyir ki, sevmək. Sual verirlər, niyə sən düşünmədən sevməyi seçdin? Deyir, çünki insan sevdiyindən, sevildiyindən daha çox əmindir. Bəli. Bu mənada biz öz hisslərimizə əminik və bir də belə bir praktik təcrübədə belə bir məqam var ki, sən bilmək istəyirsənsə ki, kim sənin haqqında nə düşünür? Heç çətinliyə düşmə. Əmin ol ki, sən onun haqqında nə düşünürsənsə, o da sənin haqqında onu düşünür. Çünki bu balans qorunur və bu mübadilədir, enerji mübadiləsidir. Bu mənada biz elə bir sahədə çalışırıq ki, media sahəsində bizim çox şaxəli tanışlarımız var. Müxtəlif sahənin insanlarıdır bunlar və bu sahədə uğur qazanmaq və dost qazanmaq üçün mütləqdir ki, sən onun yaxşısını görən tərəf olmalısan. Bu həm belədir, həm də ki, bəzən elə olur ki, sən nə qədər çabalasan da yaxşını görməyə bilirsən. Demək ki, mənim şansım yaxşıdır ki, mənim qabağıma yaxşı ilə dola insanlar çıxır. Məsələn, sizə səmimi deyəcəm,
bəzən son vaxtlar qarşıma çıxan podkastlarda, verilişlərdə, elə radionun özündə görürəm ki, belə fikirlər səslənir ki, iş yoldaşı sənin ailən ola bilməz. İş yoldaşı ilə niyə ailə olasan? Əşi, rəfiqə boş şeydir, qadın qadının düşmənidir cümlələrini çox eşidirik biz. Yəqin sizin də qarşınıza çıxır. Amma mən ölkəmizin ən güclü televiziyaçısı İsmail Ömərovun belə deyim rəhbərliyində işləmişəm. İlk iş addımım onunla başlayıb. Mən onun sayəsində görmüşəm ki, xeyr, iş insanın ailəsinə çevrilə bilər. Əgər gününün 8 saatını bir yerdə keçirirsən və oranı hələ də öz ailən kimi qoruya bilmirsənsə, burada demək sənin xarakterində bir nöqsan var. Mən hətta çox səmimi deyəcəm, çox sevdiyim qonaqlar gələndə radioya, onun çayını çalışıram özüm dəmləyim. Elə inanıram ki, o çayı mən daha yaxşı dəmləyəcəm ki, həmin adam desin ki, mən məsələn ictimai radioda içdiyim çayı heç yerdə içməmişəm. Bu nədən doğur? Necə ki, sizin evinizə gələndə siz o süfrəni elə bəzəyirsiniz ki, mən hər yerə gedəndə müqayisə edirəm Fəxriyə xanımın süfrəsini başqası ilə. Demək ki, bu doğmalıqdır. Sizin məni ailə üzvünüz kimi görməyinizdir. Mənə elə gəlir ki, insan dostlarını da, iş yoldaşlarını da, lazım gəlsə qonşularını da elə doğma bilə, hesab edə bilər, ailə üzvü kimi sevə bilər. Tamamilə haqlısınız bu məqamda və Zümrüd xanım. Bəli. O qədər zəngin və o qədər geniş və gözəl bir mövzularımız var ki, toxunacaq. Çünki biz həm də müasir bir cəmiyyətdə yaşayırıq. Müasir cəmiyyətin bizə diktə etdiyi müasir tendensiyalar var. Bu müasir tendensiyaya uzlaşa biləcəyimiz məqamlar var. Hətta onunla qarşı-qarşıya gələcəyimiz məqamlar var. Bu bizi necə özümüzü realizə etməyə imkan verir. Biz uğurdan danışdıq, yaxşı və pislikdən danışdıq. Deyir ki, pul və uğur insanda olanda qarşı tərəfin ona reaksiyası yaxşı və yaxud pis fərq etməz. O reaksiya əslində onu dəyişmir. Onun iç özünü, olduğunu göstərir. Bəli. Yəni düşdüyü mühitdə olduğunu o mühit artıq üzə çıxarır. Bu mənada biz hər zaman yaxşıları görək ki, görürük. Biz hər zaman uğurlu olaq ki, uğurluyuq və biz hər zaman qələmimiz, mikrofonumuz şad xəbərlər paylaşsın ki, o da artıq paylaşır və dəmlədiyiniz çay, ümid edirəm ki, qonaqların xoşuna gəlir. Bizim də dəmlədiyimiz çay yəqin ki, sizin də xoşunuza gələcək və ağız dadınıza uyğun olacaq. Artıq reklamlarımızın zamanıdır. Biz çay içək, reklam arası və əziz tamaşaçılarımız, siz də kanalı dəyişməyin. Bugün çox gözəl bir xanımın ruhu ilə tanışıq və bugün bu gözəl xanımın həyata baxışı, cəmiyyətə mesajı, düşünürəm ki, kimlərinsə hansısa formada biz ruhuna toxuna biləcəyik və yaxşılıq ötürəcəyik buradan, gözəllik ötürəcəyik buradan. Qısa aramız var, içdiyimiz çay da Hacı Seylon çaylarıdır. Biz hər birimiz sevdiklərimizi, əzizlərimizi çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, çay bizim əhval-ruhiyyəmizə çox gözəl təsir edir. Həm də çayın tərkibində olan 300-dən çox kimyəvi maddələr insan orqanizminə çox xeyirlidir. Bunun üçün də keyfiyyətli çay növünü seçib almaq lazımdır. Keyfiyyətli çay növü hansıdır deyə sual etsəniz, biz də düşünmədən cavab verərik. Biz Hacı Seylon çaylarını içirik. Çünki Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu QR kodun vurulmasına icazə vermir. Ki, bu da Hacı Seylon çaylarında var. Bəs bu çayı hardan seçib alaq deyə sual etsəniz, bizim cavabımız birdir. Tayqa Store supermarketlərində və eyni zamanda şəhərimizdə fəaliyyət göstərən bir neçə supermarketlərdə var. Ora gedirsiniz, piştaxtalara baxırsınız, zövqünüzə uyğun istənilən çay növünü seçirsiniz. İri yarpaqlı, xırda yarpaqlı, ətirli, ətirsiz və paket çayları da sizin zövqünüzə uyğun var. Odur ki, süfrənizdən ətirli, gözəl çay əskik olmasın deyirik. Bizim seçimimiz Hacı Seylon çaylarıdır, çünki imtina edilməyəcək təklifdir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru
Hacı Ceylon çayları. Reklamlarımız bitdi əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, əziz bizi gözləyənlər, ümid edirik ki, kanalı dəyişməmisiniz, yenə də bizimləsiniz və bizim də çox maraqlı bir qonağımız var, enerjimiz mükəmməldir və biz bugün cəmiyyətdə olan, cəmiyyətdə baş verən, istənilən mövzuların təhlilini aparırıq. Qonağımız Zümrüd xanım Rüstəmovadır. Zümrüd xanım uzun illərdir media sahəsində fəaliyyət göstərir və müxtəlif layihələrdə hər zaman kadr arxası, onun prodüser kimi əməyi var, redaktor kimi və bugün Zümrüd xanımın mövzulara baxışı cəmiyyətin baxışıdır deyə bilərik. Çünki mövzu müxtəlifliyi var. Zümrüd xanım, yeri gəlmişkən tərəfdaşımız Hacı Ceylon çaylarıdır. Zümrüd xanım, biz cəmiyyətdə baş verənləri hər zaman mövzu olaraq təhlil edirik verilişlərdə. Xüsusən də siz gündəlik verilişlərdəsiz və bu cəmiyyətin nəbzi deməkdir. Cəmiyyət nəyə cavab verir? Çünki siz hər dəfə canlı efirlərdə oradan gələn impulsiv sözlər, cavablar, bütün bunlar cəmiyyətin güzgüsü olaraq təzahürüdür və biz hardan hara gəldiyimizin fərqinə varırıq. Bax, bu impulsiv cavablar bizə ona imkan verir. Cəmiyyət çoxmu dəyişir Zümrüd xanım? Və nədə dəyişir, əgər dəyişirsə? Öncə deyim ki, Fəxriyə xanım, belə sualları mənə ünvanladığınıza görə çox sağ olun. Nəyə görə? Çünki əgər siz mənim düşüncəmə, dünyaya baxışıma əmin olmasanız, bilirəm ki, belə sualları ünvanlamasınız. Bu suallar hər kəsin cavab verəcəyi suallar deyil. Ümid edirəm ki, heç bir izləyici mənim suallara verdiyim cavabdan məyus olmaz. Bir daha qeyd edirəm ki, mən sadəcə öz subyektiv fikirlərimi söyləyirəm. Amma bilirsiniz ki, çox az şeylə öyünən biriyəm. Onlardan biri də oxuduğum kitabların sayıdır. Oxuduğum kitablar mənə diktə edir ki, cəmiyyət nə də insan dəyişməyib. Biz əsas məqsəd cəmiyyətdə nədir? İnsanı qorumaq, yaşamaq uğrunda mübarizə, bunlar hamısı yenə də öz yerində qalıb. Sadəcə olaraq biz elə bilin ki, insan bədəndir, dəyişən isə libasıdır. Libasımız dəyişib, o yaşam uğrunda mübarizəyə gedən yol dəyişib. İnsanı qorumaq üçün düşüncələr dəyişib. Məsələn, bir zamanlar əgər itaət idisə ən gözəl yol, indi azadlıq vurğusudur. Bir zaman kollektiv şüur idisə, əgər uğura gedən yol, cəmiyyəti qorumaq üçün, insanı qorumaq üçün düşünülən yol, indi fərdilikdir. İndi fərdi düşüncə ön plana çıxıb. Yəqin ki, zaman keçdikcə bu düşüncələr yenə də müxtəlif donlar dəyişəcək, libaslar dəyişəcəkdir. Amma ümumi götürəndə hər şey insanın öz daxilindən keçir. Yəni, sən nə qədər dəyişə bilmirsən? Gəlin, səmimi danışaq. Sizin də, mənim də ətrafımda belə insanlar var ki, hələ də Cəlil Məmmədquluzadənin əsərlərindəki adamdır o. Bu boyda cəmiyyət dəyişib, inkişaf var, amma onun düşüncəsində heç nə yerindən oynamayıb. Bu, mənə elə gəlir ki, bir insanın faciə sözünü sevmirəm, amma uğursuzluğudur. Düşüncənin, bu qədər dəyişən dünyada hadisələrə baxışın heç tərpənməməyi uğur deyil. Səbəb nədir? Səbəb özünü inkişaf etdirməməkdir, bir mənalı olaraq. Səbəb, bir də onu da vurğulayım ki, bugün istər qadın olsun, istər kişi olsun Fəxriyə xanım, biz dəyişməyi də səhv başa düşmüşük. Azadlıq sözünü də bəzən səhv anlamışıq. Çünki dəyişmək təkcə geyimlə, saç düzümü ilə olan bir şey deyil. Əgər sənin düşüncən, ətrafa baxışın dəyişməyibsə, səndə heç nə dəyişməyib. Libasının markası nə olursa olsun, qiyməti nə olursa olsun. Bütün əsərlər boyu, əsrlər boyu və bütün əsərlərdə biz nə görmüşük? Heç insan sevgidən doyubmu? Heç belə bir insan qarşınıza çıxıbmı ki, o sevilmək arzusunda olmasın, başa düşülmək istəməsin? Demək ki, insanın özü də hələ dəyişməyib. Necə ki, 500 il əvvəl insan arzulanmaq istəyirdi, sevilmək istəyirdi, yaxşı yaşamaq istəyirdi, dünyanı görmək istəyirdi və başa düşülmək istəyirdi. Yenə də insan
bunları istəyir. Sadəcə olaraq Bilirsiniz, o yol, insan- istəyin istiqaməti dəyişir. Həm də bunun bioloji tələbatla da əlaqəsi var. Çünki insan bioloji varlıqdır və şərti və şərtsiz reflekslə dünyaya gəlir. Bəli. Onun şərtsiz refleksləri var: yemək, qaçmaq, oturmaq, durmaq və hiss olaraq sevmək və s. Şərti refleksləri isə onun yaşadığı mühitdə uyğunlaşma prinsipləridir. Yəni ona necə uyğunlaşırsa, artıq o olur. Rəngini, qılafını ona çevirir. Bu həm də bilavasitə onunla bağlıdır və biz nə təəssüf ki, çalışırıq ki, biz şərti refleksimizlə şərtsiz refleksimizin o Tanrının bizə verdiyi o bioloji tələbatların, bioloji instinktlərin biz çalışırıq ki, hansısa bir məcrasını dəyişək. Amma İnsan o qədər fövqəladə bir ağla, fövqəladə bir gücə malik deyil ki, misal üçün bir kompüteri kəşf etsin. Kompüterin mahiyyəti insan beyninin mahiyyətidir. Orada yaddaş yerləri var, orada həkk olunma məqamları var. Yəni biz bunun texniki vasitəsini kompüterdə görə bilirik. Əslində insan heç nə itirmir. Qarşısındakının, yəni gördüyümüz misal üçün, təbiətdən misal gətirək, heç nə itmir, sadəcə formasını dəyişir. Misal üçün, göl yağışdan yaranır, göl buxarlanır, göyə çıxır, bulud olur, təzədən yağış yağır, yenə göy olur, göl olur və yəni göl məkanı nəzərdə tuturam. Bilavasitə bu fırlandıqca biz mahiyyət etibarilə eyni şeydən danışırıq, sudan, amma formasını dəyişir. Həyatımız da belədir. Bizim həyatımızda baş verənlər sadəcə formasını dəyişir. Amma nəticə etibarilə biz eyni şeyi yaşayırıq. Tamamilə haqlısınız. İkimiz də eyni pəncərədən baxırıq bu dəqiqə hadisələrə. Elə mənim demək istədiyim də odur ki, 500 il əvvəl insan nə istəyirdisə, bugün də eyni şeyi istəyir. Yəni biz bunu hardan görə bilirik? Məsələn, insanların səyahət etmək sevgisindən. İllərlə insanlar tanımadığı yerlərə getmək arzusunda olublar. İnsanların yaşam uğrunda savaşlarından biz bunu görürük. Bütün, belə deyim ki, dünyaya hələ də klassikə çevrilmiş əsərlərdə nə var? Bir qadının və kişinin sevilmək arzusu var orada, qovuşmaq arzusu var. Bütün bunlar nə deyir bizə? Bugün də insan hissləri, arzuları dəyişməyib. Biz bütün günü deyirik, insanlar dəyişib, cəmiyyət dəyişib. Dəyişən sadəcə olaraq bizim gördüklərimizdir. Hisslər, o ana xətt ki var, orada heç nə yerindən oynamayıb. O cəmiyyətin dəyişməsi fikri mənə elə gəlir ki, yarım həqiqətdir. Amma sizə elə gəlmirmi ki, indi hal-hazırda müasir dünyada, qloballaşan bir dünyada biz qadın və kişinin fərqini yenə də təhlil etməliyikmi? Baxır necə Fəxriyə xanım? Əgər ümumiyyətlə bioloji olaraq onsuz da biz fərqliyik. Qadın və kişi fərqlidir. Bu yaradılışdan bu belədir. Amma baxır ki, biz bu fərqi niyə öyrənirik? Əgər burada fərq qoymaq üçün, birini ikinci plana, digərini ön plana çıxarmaq üçün bu fərqi öyrəniriksə, bu artıq bizim məğlubiyyətimiz deməkdir. Məqsədli öyrəniriksə, bu məqsədli öyrəniriksə. Yox, əgər məqsədimiz şəffafdırsa, qadının daha zərif biri olduğunu və yaxud da ki, qadının belə deyim ki, dünyaya baxışındakı fərqlilikləri, elə bədənindəki fərqlilikləri öyrənmək üçündürsə, onların hansı halda məyus ola biləcəyi, hansı halda onun gücünə inanmaq, onu xoşbəxt edəcəyini öyrənməkdirsə məqsəd, nə yaxşı biz o fərqliliyi bilək. Və yaxud da ki, sən bir xanımsan, bəyin xarakterini öyrənirsən, kişilərin dünyaya baxışını, onların harda, hansı sözdən incidiyini öyrənirsənsə, nə xoş sənin halına və o kişinin halına. Yox, əgər sənin məqsədin o kişini özündən üstün bir kateqoriyaya qoymaq, yəni cinsi tərəfdən deyirəm. Məsələn, bir ana əgər oğul və qızını kişi kimi, qadın kimi öyrənirsə nə yaxşı. Amma onlara öyrənmək səbəbi oğlunu daha üstün görmək, qızını ikinci plana atmaqdırsa, burada problem var deməkdir. Amma ümumilikdə götürəndə, məni bu sözümə görə daşqalaq etməyin, mən heç vaxt həyatımda belə bir qadın görməmişəm ki, onun əri, sevgilisi ondan zəif olsun və o qadın özünü xoşbəxt hiss etsin. Mən elə bir bacı görməmişəm ki, qardaşı ondan zəifdir və o daha xoşbəxtdir.
Mənə elə gəlir ki, kişilər də bu baxımdan söhbət qətiyyən maddiyyatdan getmir. Çünki ağıllı hər bir insan maddi durumun, maddi gücün müvəqqəti olduğunu bilir. Amma söhbət səbirdən, əzmdən, özünə inamdan gedirsə, mənə elə gəlir ki, bütün kişilər bilməlidirlər ki, qadınlar gücünə, əzminə, səbrinə inandıqları kişini var olmağını daha çox istəyirlər. Bu baxımdan mən şansı gətirən xanımlardanam və arzu edirəm ki, qonaqlarımdan biri bu sözü demişdi. Mən çox sevirəm bu sözü. Arzu edirəm ki, bütün sevdiyim xanımlar, bütün insanlar, qadınlar yaxşı bir kişinin evindən, yaxşı bir kişinin evinə, qəlbinə köçə bilsinlər. Bu çox önəmli bir şeydir. Əlbəttə və o yaxşı dedikləri o parametrləri özləri üçün əks etdikləri bir nüanslarda özlərini tapsınlar. Çünki biz sosial statusumuzla cəmiyyətdə var oluruq və biz yetişirik, yetişdiririk və gələcək nəslə ötürürük. Bunun üçün də mümkün deyil. Yəni quş tək qanadla uçmur, insan tək ayaqla gəzmir. Yəni bu mənada biz də bioloji varlıq olaraq həm də özümüzün bir mənəvi tayımızı axtarırıq və tapmalıyıq və tapdığımız halda da orada sənə lazım olan və sənin yürüdə biləcəyin, bayaq söhbətimizin əvvəlində dediyimiz kimi yaxşı tərəfi görüb onu inkişaf etdirə biləcəyin tərəf olacaqsa nə mutlu insana. Nə xoş sənə, bəli. Bir də onu da vurğulamaq istəyirəm ki, müasir dövrdə çox təəssüf edirəm ki, qəribə bir ənənə yaranır ya da yaranıb artıq kişi ilə qadını üz-üzə qoyma ənənəsi. Kişi ilə qadın heç vaxt üz-üzə dayana bilməz. Onlar həmişə yan-yana olmalıdır. Kişi ilə qadın heç vaxt düşmən ola bilməz. Onlar düşmən olsa artıq məğlubiyyət yaşayıblar. Kişi ilə qadın, bu istər iş yerində olsun, istər dostluqda olsun, istər ailə münasibətlərində olsun, ancaq və ancaq yan-yana olmalıdır. Məsələn, mən o ancaq özünü sev fikrinin də tərəfdarı deyiləm. Çünki bütün şuurlu insanlar onsuz da özlərini sevirlər. Sevgi paylaşılan bir hiss olmalıdır. Sevgidən mütləq başqalarına da pay düşməlidir. Belə bir söz var, deyir, 1000 kilometrlərlə gedəcəyin yol sadəcə bir addımdan başlayır. Addım-addım və sizə yeni bir addım və buradan arzu edirik ki, bu addım artıq irəliyə doğru böyük uğurlar gətirsin sizə. Təşəkkür edirəm, çox sağ olun. Zümrüd xanım, veriliş boyu sizin içdiyiniz bu çay sizə kiçik bir ərmağanımızı qəbul edin. Təşəkkür edirəm, çox sağ olun. Bu Hacı Seylon çaylarıdır. Evdə əzizlərinizlə, doğmalarınızla, Ceyhunla, Turabla, Dənizlə, Xəzərlə və bütün əzizlərinizlə, adını çəkdiyiniz, çəkmədiyiniz bütün doğmalarınızla bu çayı dəmləyin için və evinizdə imtina edilməyəcək ən böyük təklif olan Hacı Seylon çayları və sevgi bol olsun. Təşəkkür edirəm sizə və bütün bizi izləyənlərə və sonda bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm ki, mənim evladlarıma və onlarla yaşıd olan insanlara səslənirəm ki, belə görünür ki, bundan sonraki həyat daha səsli küylü olacaq. Çünki sosial media, müasir inkişaf edən dünya bu səsli küylü zamanda özünüzü dinləməyə mütləq vaxt ayırın və mütləq öz daxili dünyanızı eşidin. Heç vaxt, heç nə üçün gec qalmayın. Bu çox önəmlidir. Bax belə, əziz tamaşaçılarımız, görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Seylon çayları.